Hər vaxtınız xeyir. Demək sizlə bir şey paylaşmaq istəyirəm. Bugün çox maraqlı bir hadisənin şahidi oldum. Azərbaycanla buranı bir anlıq müqayisə elədim. Onu istəyirəm sizlə paylaşım. Demək ölkə başçısı gəlmişdi burada kilsəyə, çerkova. Oranı ziyarət eləməyə. Bildiyiniz kimi bir neçə gün bundan öncə Peçerski Lavra deyilən bunların böyük bir məbədi var, kilsə var. Oranı partlatmışlar. Ondan sonra da gəlmişdi həmən buranı ziyarət eləməyə. Bu bir yana. Ən maraqlısı bilirsiniz nə idi? Təsəvvür eləyin ki, ölkə başçısı gəlir, prezident gəlir. Yollar bağlanmadı. Etiraf edeyim ki, birinci səfər idi. Onun harasa bir gəlməyini görürdüm. Ona görə mənə çox qəribə gəldi. Demək dostlar, yollar bağlanmadı. Təbii polis var idi. Sadəcə olaraq onun gəldiyi istiqamətdə bir daroşkanı boş saxladılar. Gəldi, maşından düşdü və ətrafda insanlara bir kəlmə söz deyən olmadı ki, çəkilin bir qırağa, durun bir kənara, nə bilim, prezident gəlir, ölkə başçısı gəlir. Yəni hamı öz işində, öz işinin arxasınca gedir, həyat davam eləyir, heç elə bil burada belə bir şey yoxdur. Gəldi, düşdü, getdi, kilsəni ziyarət elədi, tam insanlarla görüşdü. Özdə bizdəki kimi belə deyim, bu maşından düşüb o bir qapını açıb içəri girmədi. Maşından düşdü, bəlkə bir 100 metrə yaxın piyada yol getdi. Yəni insanların içindən başından gələnə gedənə salam verdi. Təbii qıraqdan insanlar baxırdı, videoya çəkirdilər. Yəni amma yəni ay qaçın, qoyma qaçaraq ölkə başçısı gəldi, prezident gəldi, belə şeylər heç bir şey baş vermədi. Sıravi bir insan. Yəni təsəvvür edin ki, bir məşhur bir müğənni gələndə necə olur? Hamı qıraqdan baxır ki, buna baxın, nə bilim, Flankesov gəldi, keçdi. Yəni elə bir şey. Çox mən şəxsən təəccübləndim. Yəni təəccüblənməyimin səbəbi, yəni məni də qınamayın. Gözümüzü açandan görmüşük ki, ölkə başçısı harasa gedirsə, bir gün qabaqcadan bütün hər yer təmizlənməlidir. Səhər saat 7-dən o yazıq yetim tələbələr, şagirdlər, müəllimlər hamısı küçələrə tökülməlidir. Əllərində güllə, çiçəklə. Filankəs baba gəlir, filankəs əmi gəlir, mənim atam gəlir. Yəni biz belə görmüşük, açıq deyim, etiraf edeyim də. Amma burada çox təəccübləndim ki, yəni necə deyim, yəni sıravi bir insanda bir məmur. Məmur necə gəlir? Bax elə. Gəldi, keçdi, getdi. Yəni bir daha ölkə həqiqətən demokratiyanın nə olduğunu aşılayır. Burada da çox millətlər yaşayır, tolerant ölkədir, internasional ölkədir və burada yaşayanlara onu bir daha aşılayırlar, sübut eləyirlər ki, biz həqiqətən demokratiya istəyirik, yolumuz demokratiya yoludur. Çox təəccüblü bir şey baş verdi, dostlar. Dedim, bunu sizinlə bölüşüm, paylaşım. Bu da məşhur Dnepr çayıdır, gördüyünüz kimi. Dnepr çayının sağ sahili, sol sahili var. Bu körpü, gördüyünüz körpü ancaq piyadalar üçündür, gəzinti üçün. Orta yol velosiped yoludur, qıraqda da insanlar gəzişir. Mən artıq belə deyim, sol sahilə yaxınlaşıram. Bura çox böyük bir mənzərəli bir yerdir. Arxa tərəfim ağaclıqlar olan tərəfdə ölkənin, şəhərin belə deyim də mərkəz hissəsidir. Parkdır ora, o yaşıllıq olan yerdə. Ümumiyyətcə Kiyev şəhəri göllərdən və parklardan ibarətdir. Onu da deyim, biləsiniz ki, parklardan ibarətdir. Çox gözəl şəhərdir. Kiyev həqiqətən gəziləsi bir şəhərdir. Yəni gəzilməkdən doyulmayacaq bir şəhərdir. Hələ siz təsəvvür eləyin ki, mən müharibə vaxtı gəlmişəm, nə qədər vurublar, dağıdıblar, onunla da belə bu şəhərin gözəllikləri bitmir. Həqiqətən bitmir. Çox gözəl bir şəhərdir.
Bu da sizə göstərəcəm. Sol sahildir. Dneprin ətrafıdır. İnsanlar görün. Gəlirlər orada. Özləri üçün plaj oxşar bir yer düzəldiblər. Yəni günlənirlər, zaqar eləyirlər. Heç kimin heç kimlə işi olmaz. Heç kim heç kimdən heç nə soruşmaz. Niyə burada belə elədin? Yetər ki, şəhəri zibilləmə. Yerə bir şey atma. Atarsansa görəndə çox pis təpki verirlər, söylənirlər ki, olmaz. Niyə də söylənməsinlər, öz şəhərləridir. Hələ baxmayaraq ki, müharibə gedir, bir-belə dağıdırlar, ondan da yenə də yerə nəsə atanda çox pis təpki verirlər, acılayırlar. Haqları da var da, niyə də olmasın. Öz şəhərləridir, yəni biz olsaq, bəlkə biz də elə eləyərik. Bu qədər dostlar. Yenə də maraqlı nəsə tapsam, görsəm, mütləq sizinlə paylaşacağım. Özünüzdən müğayət olun. Kiyev şəhərindən bütün dünya Azərbaycanlılarına salam olsun.